Hər kəsə salam, yenə mən və yenə tort hazırlayıram. Yumurtanın ağını sarsından ayırmıram, üzərinə şəkər tozu və vanilini əlavə edib yaxşıca köpürüb qabarana qədər qarışdırıram. Ağarana qədər qarışdırdıqdan sonra üzərinə kənarda un və qabartma tozunu qarışdırıb ələkdən həmin bu qarışımın üzərinə əlavə edib spatula vasitəsilə aşağıdan yuxarı doğru qarışdırıram. İstəsəniz kakao da qata bilərsiniz. Ən sonda ununu qarışdırdıqdan sonra 2 xörək qaşığı qaynar su əlavə edirsiniz və yenə yaxşıca qarışdırıb daha sonra qəlibə əlavə edib və göndərirsiniz sobaya. Sobanın dərəcəsini və saatını mən sizə deyə bilməyəcəm. Hər kəsin sobası fərqli işləyir, ona görə özünüz tənzimləyə bilərsiniz. Daha sonra keçirik kremə. Kremini isə fərqli üsulla edəcəm. Mən türklərdə görmüşdüm. Tərkibinə onlar 2 yumurta vururdu, amma mən yumurta əlavə etməyəcəm. Siz istəsəniz yumurta da əlavə edə bilərsiniz. Nişasta, şəkər tozu, vanilini qarışdırdığınız hissəyə yumurta da əlavə edə bilərsiniz. Daha sonra qaynar süd əlavə edirsiniz. Amma mən yumurta əlavə etməyəcəm. Bu şəkildə qarışdırıram. Biraz süd də əlavə edib qarışdırdım. Digər qazanda isə şəkər tozu, süd və yağı əlavə edib qoyuram qaynamağa. Burada biraz süd əlavə edib qarışdırıram. Daha sonra həmin məhlulu tökürəm qaynayan qazana. Daha sonra belə qatılaşır. Üzərinə istədiyiniz şokolad əlavə edə bilərsiniz. Mən 3 cürünü qarışdırdım. Siz tək birini istifadə edə bilərsiniz. Daha sonra soyuduruq. Soyuduqdan sonra isə üzərinə bir qədər qaymaq əlavə edirik və yenə mikserlə yaxşıca çalırıq. Soyuyanda soyuducuya qoymağa ehtiyac yoxdur. Otaq temperaturunda soyusa kifayət edir ki, qaymağı əlavə edib çalasınız. Daha sonra digər krem isə sadə qaymaq və zquşonka qarışımıdır. İçərisinə mən şanti də əlavə edəcəm ki, daha bərk olsun. Birinci qat sadə krem, üzərindən bişirdiyimiz, üzərindən bişmiş zquşonka və üzərindən araq əlavə edirik. Biskvitləri islatmaq üçün isə mən bişmiş zquşonkanın üzərinə su əlavə edib açmışam və biskvitləri onunla isladıram. Burada isə baxın biraz görəm su kimidir. Onun üzərinə biraz şanti əlavə edirəm ki, qatılaşsın. Daha sonra biraz bişirdiyimiz kremlə, biraz da o birisi kremlə əlavə edib qarışdırıram ki, üzəri üçün açıq krem rəngində belə qarışım alınacaq. Onu üzərinə istifadə edəcəm, dekoruna istifadə edəcəm. Belə. Burada da yenə ağ kremdən istifadə edirəm. Sadə kremdir. Üzərinə yenə banan və bişirdiyimiz kremlə əlavə etdim. Digər üst hissəsini də qapatıram. Daha sonra çəmbərə salıb üzərinə streç örtürəm və üzərindən karton qoyacağam. Üzərinə isə yenə bir ağırlıq qoyub göndərəcəm soyuducuya. Krem budu soyuducuya qoymuşdum. Çıxarıb hava qabarcıqlarını çıxardıram. Daha sonra hamar kütlə əldə edirəm və soyuducudan tortumu çıxartdım. Üzərinə streçini açdım və burada sıvama işinə başlayıram. Sıvama işi təbii ki, məndə mükəmməl alınmır. Yenə də öyrənə bilmirəm. Su ilə spatulanı isladıram, onunla da yoxlayıram. Amma yenə də, daha doğrusu şpatula yenə də alındıra bilmirəm. Və daha sonra qaşığı köməyimə çağırıram ki, kənarlarına qaşıqla belə bəzəklər verim ki, dalğavari olsun. Bu qaşıqla belə etdikdən sonra üzərinə keçirəm. Üzərinə isə yeni nasatkalar almışam. Həmin o nasatkaların istirdim ki, hamısını yoxlayım, sınayım, amma sonra dedim ki, abartmam, etmə, eyləmə. Ona görə də 1-2 bəzək vuracam, 1-2 nasatkanı istifadə edəcəm. Oğlan tortu, yəni kişi tortu olduğu üçün dekor bilmirdim nə edim. Ona görə ağlıma nə gəldisə onu etdim və belə bəzəklə bir hissəsini daha çox kremli edirəm və üzərinə şokoladlardan əlavə edəcəm. Şokoladda Oreo istifadə edəcəm və Fox'dur deyəsən də şokoladları var, onlardan istifadə edəcəm. Bu arada Fox'un şokoladının üzərinə qızılı kanduri ilə keçəndə bildiyiniz qızıla bənzəyir. Ona görə onu da yoxlaya bilərsiniz. Kandurin isə bütün tort ləvazimatları olan yerdə satılır. Alırsınız, tozdur və onu qarğıdalı yağına qatırsınız. Biraz açırsınız. Belə maye alınacaq. Daha sonra istədiyiniz yazının, istədiyiniz belə deyim, bəzəyin üzərindən rahatlıqla keçə bilərsiniz fırça vasitəsilə. Mən də biraz Oreo'nun üzərindən, biraz o Fox'un şokoladının üzərindən və yazı yazacağım orada. Həmin yazında birinci kremlə yazacağım. Daha sonra kremin üzərindən isə
kondurindən keçəcəm, amma çalışın kondurini tortu məsələn ya təhvil verəcəksiniz və ya məsələn sabah ad günüdürsə sabaha saxlayacaqsınızsa, məsələn yazını yazırsınız, daha sonra qoyursunuz soyuducuya. Çıxardıqdan sonra kondurini hazırlayırsınız, yəni qızılı yazılı yazmaq üçün onu hazırlayırsınız və daha sonra yazının üzərindən, dekorların üzərindən keçə bilərsiniz və onu edib yenidən soyuducuya yerləşdirə bilərsiniz. Heç bir axma, dağılma, heç bir şey olmur. Burada da mən gördüyünüz kimi yazı yazıram və hətta səhv edirəm və onu silirəm, yenidən düzəliş edirəm. Təbii ki də səhvsiz insan yoxdur. Məndə də səhv olur. Hər tortumda olduğu kimi onu düzəliş edirəm və nəticəni sizinlə bölüşəcəm. Ümid edirəm ki, bəyənərsiniz. Bəyənsəniz like etməyi, kanalıma abunə olmağı və şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Sağ olun.